Herkese salam, hər vaxtınız xeyir olsun. Uzun bir aradan sonra əla bir reseptlə qarşınızdayım. Ağızda əriyən, qatları tək-tək bilinən, çox ləzzətli, asan hazırlanan paxlava resepti. Qeyd edim ki, istifadə etdiyim stəkan ölçüsü 200 ml-dir. Yoğurma qabına 1 stəkan ilıq süd, 1 çay qaşığı şəkər tozu, yarım çay qaşığı maya əlavə edib qarışdıraq. 1 çimdik duz, 1 ədəd yumurta, 1 yumurtanın ağını, sarısını üzəri üçün ayırırıq. 150 qram əridilmiş kərə yağı, 1 paket şəkərli vanilin, unu isə hissə-hissə əlavə edib ələ yapışmayan xəmir yoğururuq. Mən ümumilikdə 4 stəkan un istifadə etdim. Xəmirin üzərini örtüb hələlik soyuducuya qoyuruq. Bu arada 300 qram qoz ləpəsi, 1 stəkan şəkər tozu və 1 çay qaşığı xili qarışdırıb içlik hazırlayırıq. Şərbət üçün 2 stəkan yarım şəkər tozu, 2 stəkan suyu qarışdırıb ocağa qoyuruq. Qaynamağa başlayanda 1/4 limonun şirəsini əlavə edib vamodda 15 dəqiqə qaynadıb götürürük. Dincələn xəmiri 2 ədəd 125 qramlıq, 10 ədəd isə 70 qramlıq kündələrə bölürük. Qeyd edim ki, bişirəcəyim soba listinin ölçüsü 36 sm-dir. Daha böyük list üçün ikisi böyük, 6-sı nisbətən kiçik 8 kündə hazırlaya bilərsiniz. Rahat yaymaq üçün üzərini streçli örtüb otaq hərarətində 10-15 dəqiqə gözlədirik. Yağlamaq üçünsə 300 qram kərə yağını əridirik. İri kündələrdən birini paxlavanın alt qatı üçün yayıb yağlanmış soba listinə yerləşdirək. Üzərinə kərə yağı çəkib içlikdən səpməklə kiçik kündələri də üzərinə yerləşdiririk. Ən sonda digər iri kündəni üst qat üçün yerləşdirək. Üstdəki son iki qatın arasına içlik səpirik. Kəsməzdən əvvəl listi soyuducuya qoyub ən az yarım saat gözlədirik ki, tərkibindəki yağ donsun, rahat kəsmək olsun. Ardından istədiyimiz formada dilimlərə ayırırıq. Yumurta sarısını 1 yemək qaşığı südlə qarışdırıb üzərinə çəkirik. Dilimlərin ortasına fındıq və ya qoz yerləşdirib əvvəlcədən alt-üst rejimdə 170 dərəcədə qızdırılmış sobada 10 dəqiqə bişiririk. Sobadan çıxarıb qalan yağı üzərinə gəzdirib, üzəri istədiyimiz rəngdə qızaranaədək bişirməyə davam edirik. Sobadan çıxardığımız isti paxlavaya otaq hərarətində olan şərbəti əlavə edib, şərbətin çəkməsini gözləyirik. Ardından nuş edə bilərik. Çox ləzzətli olur. Mütləq siz də sınayın. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Torpaq çərşənbəniz mübarək olsun. Bahar elimizə ruzi, bərəkət, bolluq gətirsin. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.